Vurmada Bəli. belədir. Vurma zamanı alınan nəticə, buna hasil deyirik də, vurmanın nəticəsi hasildir axı. Əsasdan kiçik olanda yenə də yazırıq. Əsasa bərabər və əsasdan böyük olanda isə əsasa bölürük, aldığımızı əsasa bölürük. Toplamada çıxırıq, burada bölürük. Qismət və qalıqlar müəyyən edirik. Qisməti, qalığı yazırıq. Qisməti yadda saxlayırıq. Məsələn, gəlin onluq say sistemində bir vurma əməlinə baxaq. 26-nın 45-ə vururuq. Məsələn, necə öyrədiblər bizi bunu vurmağı? 5 artım 30, 0, 3 yadda, 5 kimi 10, 13, 3 yazda, 1 yadda, 1. Düzdürmü? 4 artım 24, 4, 2 yadda, 4 kimi 8, 2 de 10, 0, 1 yadda, bu da 1. Toplayırsan 3, 7, 1, 0. Düzdür, belə öyrədiblər də, düzdürmü? Belə. Amma Bəli. əslində bunun belə olma səbəbini gəlin izah edək. Deməli, niyə bu belə olur? Ona görə bu belə olur ki, toplama vur, baxın. 5-i 6-ya vururam, edir 30. 30-u bölürəm say sisteminin əsasına. Üst düşür, 0 qalıq qalır. Tam bölünür də, ona görə 0 qalıq qalır, düzdürmü? Və mən nə edirəm? Qalığı yazıram. Bax, qalığı yazıram, ha. Tam hissəni yazmıram. 0 yaza 3 yadda deməkdir. Tam hissəni yadda saxlayıram. 5-i 2-yə vururam 10. Amma burada da mənim üçün var. 13-ü bölürəm əsasa. 1 düşür. 3 qalıq qalır. 13-ü ona böləndə 1 düşür, 3 qalıq qalır. Və mən nə edirəm? Yenə də qalığı yazıram. 3-ü yazıram. Tamı saxlayıram yadında, atdım qabağına. 4 altım 24. 24-ü böldüm əsasına 10-a. 2 düşür. 4 qalıq qalır. Düzdürmü? 4 yazaq 2 yadda deməkdir. Ha, 4-ü yazdım 2 qaldı. 4 kimi 8, 2 də burada 10. Onu bölürəm əsasa. 1 düşür. 0 qalıq qalır. Yəni tam bölünür. 0 yazıram. 0 yazaq 1 yadda. Bax, 0 yazaq 1 yadda deyirik. Qalıq yazaq tam yadda. 0 yazdım. Tamı yadda saxladım və burada atdım qabağına. Və sonra topladım, cavabı aldım. Bu ümumi qaydadır. Bir daha deyirəm. Toplama zamanı, mən sizə bunu PDF-ini də atacağam. İstəyirsiniz oradan oxuyarsınız, istəyirsiniz nə bilim çıxartdırarsınız. Toplama zamanı alınan cəm, üzr istəyirəm, vurma zamanı alınan hasil say sisteminin əsasına kiçik olarsa, vuruq hasildir də, bu düzdür. Olduğu kimi yaz. Əsasa bərabər və əsasdan böyük olarkən, olarsa əsasa böl, qismət və qalığı müəyyən elə. Qalığı yaz, qisməti yadda saxla. Pay qisməti yazıb qalığı yadda saxlama, ha. Qalığı yaz, qisməti yadda saxla. Növbəti vurma zamanı o yadından çıxmasın. Qismət yadındaydı axı. O qisməti gətir, qoy onun üstünə. Aldığın son cavab, qisməti də gəlib üstünə gələndə əsasdan kiçikdirsə yaz. Əsasa bərabər və əsasdan böyüksə əsasa böl. Yenə də eyni prosedur axıra qədər davam elətdir. Sonra da onu topla. İndi gəlin bunu 8-ci say sistemində göstərək. 267-ni 8-i 45-ə vuracaq. Baxa, 45-ə vururam. 5 7 neçə edir? 35. 35-i nəyə böləcəm? Əsasa. Yəni nəyə? 8-ə. Kim deyər, nə qalır, nə yadda qalır? Nə düşür, nə qalır, nə? 4, 3 qalıqdır. Bəli, 4 düşür, 3 yadda. İndi mən nəyə yazıb nəyə saxlayacağam? Qalığı yazır. 3-ü yazacağam, 4-ü saxlayacağam. Ta 4-ü yazıb 3-ü saxlama. Qismə qalığı yaz, qisməti saxla. 5 6 33 4 də burada varım idi. 34. 34-ü də 8-ə böləcəm. 4 8-im 32, 2 qalıq qalır. Düzdür? 2-ni yazdım, 4-ü saxladım yadımda. 5 2 10 4 də burada varımdı. 14. 14-ü də 8-ə bölənə nə düşər? 1 düşər, 6 qalıq qalar. 6-nı yazdım, 1 attım qarşısına. Bitti mi? Bitti. 1-in altını boş qoyduqda bilirik, onu artıq bilirik. 4 7 28. 28-i böldüm 8-ə nə qalar? Nə düşər? 3 düşər, 4 qalıq qalar. 4-ü yazdım, 3 saxladım. 4 altım 24, 3 də burada 27. 27-ni böldüm 3-ə. Nə düşür? 3 8-im 24, 3-də qalıq qalır. Düzdürmü? 3-ü yazdım, 3 saxladım. 4 2 8, 3-də 11. 11 də 8-ə böləndə 1 düşür, 3 qalıq qalır. 3-ü yazdım, 1-i də atdım qarşısına və topladım. 3, 2, 4, 6, 6 üstə 3 yəni 9. Toplamada nə edirdim? Əsas qədər çıxırdım axı, yadımızdan çıxmasın. 1 yazaq, 1 yadda, 1 üstə 3 gəldi 4, 1 yadda da 5. Burada nə var idi? 1 var idi, 2 var idi. Bir. 1, o da Bir yox. var. Aydın oldu. Bəli. Biraz uzun Bəli. gelir. Amma uzun da getsə, qısa da getsə yol budur da. Məsələn, gəlin bir dənə 9-luqda vuraq. 378-i vuraq 28-ə.
8'ə. Yox, 8 var da. 26-ya vuraq. 26-ya vuraq. 6 8-im 48. 48-i böləcəm əsasa, yəni 9-a. 5 düşəcək, 3 qalıq qalacaq. Düzdür? 3-ü yazacam, 5 saxladım. 9 7'm, 6 7'm 42, 5 də buradadır 47. 47'ni böldüm 8'ə. 5 dəfə 5 8'im 47 qalıq qalır. 7'ni 9'a yazdım. bölünür. Bilirsən 9'a böləcəm. Hə, 9 olsa sistemini. 9'a böləcəm. 47'ni böldüm 9'a. 5 düşəcək, 2 qalıq qalacaq. 45 qalıq qalır. 47. Deməli, nə edəcəm? Bir dəqiqə. Qarışdırdım. 6 8'im 48. 48'i böldüm 9'a. 5 9'um 41, 3 yazdım 5 saxladım. 6 7'im 42 47. 47'ni də böldüm 9'a. 5 düşür. Bu 7 niyə yazmışıq bura? 47 47'nin 9 2 düşdü. 2 yazdım 5 saxladım. 6 18 5'te 23. Düzdürmü? 23'ü də 9'a bölənə nə düşər? 2 9'um 18 5'te qalıq qalar. 5'i yazdım. İkisini attım karşısına. 2 8'im 16. 16'nı böldüm 9'a. 1 9'um 9. 7 qalıq qalır. 7 yazdım. 1'i saxladım. 2 7'im 14. Bir de 15. 15'i böldüm 9'a. 1 düştü. 6 qalıq qaldı. 6'nı yazdım. 1'i saxladım. 2 3'üm 6. Bir yadımda da 7. 7 de 9'dan kiçik olduğuna göre olduğu yazıram. Topladım. 3 burada. 287 gəlir 9. 9'dan əsas qədər çıxdı. 9 0 yazaq. Bir yadda 5 6 11 bir də 12. 12'dən 9 çıxanda 3 yazaq. Bir yadda 2 7 9 bir də 10. 10'dan 9 çıxanda 1 yazaq. Bir yadda bir də qoydum bura. Aydın oldu? Bəli. Nə aydın Bəli. oldu? Aydındır mən. Birini yazsam yaza bilərsiniz. 26'nı 261'i 27'ye vurun. 8'li say sisteminde. Yedi min 747. Hamı elə yazdı. 7747. Kim ala bilmədi doğru cavab? 7747. Sonra Vagif aldı. Ben de aldım. Bəli, bəli, 7247 aldım. Müəddin aldın. Bəli, bəli. Ben de almışım. Aha aldın. Ələmdar. Məndə də alındı. Bəli, bəli. Hüseyin de aldın. Sonra Qədir ala bildin. Qədir buradadır. Qədir qoşulmuyor bilirsən. Ha? Yox. Baxaq. 7 birim 7. Yadımda heç nə yoxdur. Çünki balaca almışam. 42'ni böldüm 8'e. Düzdür? 5 8'im 42 qalıq qalır da. 2'ni yazdım 5 saxladım. 7 2 14 19. 8'e. 2 8'im 16 3 qalıq qalır. 3'e yazdım 2 attım qabağına. 2 birim 2. 2 6'm 12. 12'ni də 8'e böləndə 1 düşür 4 qalıq qalır. 2 2 4 bir də 5. Topladım. 7 4 7 7. 7747. Aydındır. Bəli, bəli. 364 7'li say sistemində vurun 45'e.
24366. Hı. Sən riyaziyyatı hansı müəllim yanına gedirsən? Xanım müəllimə. Hə, sənin riyaziyyatın yaxşıdır, bilirəm. Fizika Füsalə müəllimədir. Bəli. Şirvana çimərli. Bəli, bəli. 26516. Fərqli cavablar alırıq deyəsən. İnşallah siz də yazın zəhmət olmasa. Hər kəsin cavabını burada qeyd edirəm. Hüseyn nə aldın? 24366. 24366 Hüseyn aldı. Hüseyn. Sonra kim aldı? 26516. 26516'nı Ələndər aldı. Sonra yazan var. Mən də 24366 aldım. 24.366. 166. Deməli bunu kim aldı? Mən aldım. Vaqif aldı. Sonra Əhməd sən aldın. Bəli. Sonra kim aldı? Nurəddin sən nə aldın? Ben de 24.366 aldım. Nurəddin də bunu aldı. Yağmur sən nə aldın? Ben de birini tam koydum yerine səhv etdim. Nə qoydun? Tam koydum yerine səhv etdim. Mesela qalığı koymalıydım. 5 4'üm 20. 20'ni böldüm 7'ye. 2 dəfə düşür. 2 7 14 6 qalıq qalır. Qalığı yazdım tam saxladım. 5 6 30. 2 də burada 32. 32'ni böldüm 7'ye. 4 dəfə düşür. 28 4 qalıq qalır. 4'ü yazdım 4'ü saxladım. 5 15 4 də burada da 19. 19'u böldüm 7'ye. 2 7 14 5 qalıq qalır. 5'i yazdım. 2'ni də yazdım bunun qarşısını. 4 4'üm 16. 16'nı böldüm 7'ye. 2 düşür. 2 qalıq qalır. 4 6 24, 2 də 26. 26'nı böldüm 7'ye. Deməli 3 dəfə 21, 5 qalıq qalır. 5'i yazdım, 2 3 saxladım. 4 12, 3 də 15. 15'i də böldüm 7'ye. 2 7 14, 1 qalıq qalır. 1'i yazdım, 2'ni də qoydum bunun qarşısına və bunları topladım. 6 6 ondan 7 3 2 1 3 bir yada 4 3 3 yox 2 2 yadımda isə yoxdur. 24366 Hüseyn düz yazıb bir dənə. Siz nə yazıb? Hədə bunlar hamısı. Ələmdər sən səhv eləmsən. Bunlar düz alıb. Müəllim, yuxarıda 25.2546-da 5 ilə 2 yenə səhv etmişim. Ona görə səhv gedir. Yəni əsas olaraq yolu bilirik də, düzdür? Bəli. Bəli. Bu qayda var ha. Əsasa böl, qalığı yaz, tamı saxla. Bu ikili say sisteminə aid deyil. Sizcə niyə? Çünki ikili say sistemində 2 rəqəm var. 0 və 1 rəqəm. İkili say sistemində ədədin rəqəmləri hasili heç vaxt əsasdan böyük və əsasa bərabər olmaz. 1'i nəyə vursan 1 eləyər, 0'ı nəyə vursan 0 eləyər. Ona görə də burada bu qayda işləmir. Elə nə var onu yazırıq. 1 0 0 1'i 10'a vuraq məsələn. Deməli 0 dənə birim 0 0 0 0 0 0 0 0 0 birim 0. Düzdürmü? Bir dənə birim 1, bir dənə 0 0, bir dənə 0 0, bir dənə birim 1 və s. Toplayırsan 0 1 0 0 1. Yəni heç vaxt burada əsas alınan hasil nə əsasa bərabər olmaz. Yəni nə 2 olmaz, nə də 2-dən çox olmaz. Ya 0 olar ya da 1 olar. Çünki ikili say sistemində 2 rəqəm var. 0 və 1. 0'ı nəyə vursan 0 edəcək. O da say sistemin əsasından kiçik olur. 1'i də 0'a da vursan, 1'i özünə də vursan yenə 1 eləyəcək. Ya 1 ya 0 eləyəcək. Yəni əsasdan bərabər və əsasdan böyük olur. Amma digər say sistemlərində bu qayda işləyir. 16'lı say sistemində biraz çətindir. Çünki ədədlər böyük eləyir. Məsələn, gəlin göstərək bir dənəsini. AF-i 16'lı say sistemində vuraq məsələn nəyə? 2C'yə vuraq. Aha. C 12'dir, F də 15'dir. İndi gəlin biz burada
12-ni 15-ə vuraq. 12-ni 15-ə vuranda nə alınır? 12 vurulsun 15. 180. 15. 180. Bu 180-i də mən bölməliyəm 16-ya, qismət və qalığı müəyyən etməliyəm. 180-i də 16-ya böləndə deməli 11 dəfə düşür. 11 düşür. 11-dən 16 176 eləyir. 4 qalıq qalır deyəsən. 4-ü yazıram, 11-i saxlayıram yadımda. 12-ni 10-a vuranda eləyər 120. 11 də burada da 131. Düzdür? Onu da 16-ya böləndə 131-i də 16-ya böləndə 131-i də 16-ya böləndə 8 dəfə düşür. 8. 8-dən 16 128 eləyir. 3 də qalığım qalır. 3-ü yazıram. 8-i yadda saxlayıram. Atdım qarşısına. 2-ni 15-ə vuranda 30 eləyir. 30-u 16-ya böləndə 1 düşür. 14 qalıq qalır. Yəni 14 də E-dir bizdə. 10 qalığı yazıram. 14'ü yəni yazıram, biri saxlayıram. 2 dənə 10'um 20, bir də burada da 21. 21'i də 16'ya böləndə nə düşür? 1 düşür, 5 qalıb qalır. 5'i yazdım burada. Bir də atdım qarşısına və bunları toplayıram. 16'lı say sistemi. 4, 3 ilə 14'ün cəmi 17 eləyir. 16 əsas qədər çıxıram. 1 yazab, 1 yadda. 8, 5, 13, bir də 14. 14 də 16'dan kiçikdir. 14 E'dir. Yazdım. E'nin özünü yazdım. Yadımda içində qalmadı. Bu da 1. A, F'i 2C'yə vurdum. 1 Y, 1 4 qaldı. Elədir. Aydındır. Bəli. Bəli. 16'lı say sistemindən düşmür uşaqlar. Vurma düşmür 16'lıqda. Çünki böyük ələtdir. Vermirlər. Sağ olsunlar. İndi gəlin bir dənəsini 5'likdə vuraq. 243'ü vuraq 24'ə. Vura bilərsiniz. Vurun, zəhmət olmaz. On üç min 42. Elə aldıq. Mən elə aldım. Onun üçün 42'ni alan kim idi? Hüseyin, sən. Hüseyin aldım. 12142. Onu kim aldı? Ələmdar. Ələndə. Mən də elə aldım. Hansını? Birinci, ikinci. Mənim 12142. Aha, Yağmur da bunu aldı. Mən də ikincini aldım. Nurəddin, 12142. Nurəddin də bunu aldı. Əhməd də bunu aldı. Sonra Vaqif alanmadı mı? Mənim 12142 aldım. Hə, 13.143. Bıraq baxaq. 4 12. 12'ni böldüm 5'ə. Nə düşər? 2 düşər. 2 qalıq qalar. Tamam. 4 böldüm 16, 2 də 18. 18'i böldüm 5'ə. 3 5'im 15, 3 də qalığım var. 3 3. 4 2 8, 3 də yadımdaydı 11. 11'i də böldüm 5'ə. 2 düşür, 1 qalıq qalır. 1'i yazdım, 2'ni attım bura. 2 3 6. 6'nı böldüm 5'ə. 1 düşür, 1 qalıq qalır. 2 2 4, bir də 5. 5'i də böldüm 5'ə. 1 düşür, 0 qalıq qalır. 0'ı yox, 2 4'üm 8, bu qaldı axı. Deməli 2 4'üm 8, bir də buradaydı 9. 9'u 5'ə böldüm, 1 düşdü, 4 qalıq qaldı. 2 2 4, bir də 5. 0 yazaq, 1 yadda. Topladıq. Deməli burada 2 qalır, 4 qalır. 5, 5'dən 5, 0 yazaq, 1 yadda, 2 1 yadda, 3 1. 13.000
42 aldı. Mən səhv elədim. Onu Hüseyn düz yazıb. Necə oldu? Siz hamınız eyni cavabı aldınız. Hamısı səhv. Mən yenə yerlərini səhv yazmışam. Qalıqdan. Tamam. Maraqlı nədir? E, 1, 2, 3, 4, 5 nəfərin eyni cavab almağı biraz şübhə doğurur. Yəni səhv etmək olar. Hamı səhv ala bilər. Amma necə oldu ki 5 nəfər eyni səhv cavab alsın? 5 Yox, mən nəfər, tam şeyin 5 yerini nəfər eyni qarışdırmışam. düz Qalıq. cavab ala bilər. Bəlkə biz səhv elədik. Yenidən baxaq. Deməli, gəlin yenidən baxaq. 4 düzüm 12. 12-ni 5-ə böldüm. 2 düşdü. 2 qalıq qaldı. 16, 2 də 18. 18-i 5-ə böldüm. 3, 3 qalıq qaldı. 8, 2 də 11. 3 qalıq 11. 11-i 5-ə böldü. 2 deməli 1 düşür, 2 qalıq qalır. 2, 5 düzdür. 2 üçün 6. 6-nı 5-ə böləndə 1 düşdü, 1 qaldı. 8, 9. 9-u 5-ə böləndə 4, 1 qalıq qaldı. 9-u 5-ə böləndə 1, 4 qalıq qaldı. Yazdıq. 4, 5. 5, 0, 1. Düzdür. 2, 4, 5, 0, 1 yadda, 2, 1 yadda, 3, 1, 13.042 edir. Texniki səhvdir də, ola bilsin edirik. Uşaqlar, indi burada bu dim test toplusundan biz neçəyə qədər işləmişdik? 60-a kimi. 60'a kadar. 60-a qədər. İndi digərlərini görəsən işləyə bilərik mi? Yox, işləyə bilmərik. Burada qüvvət işləri var, qüvvət və toplama. Onda belə bir iş görək. Mən sizə, burada qüvvətlər var, onun qüvvətləri işləyə bilməyəcəksiniz. Mən sizə test atacağım, PDF atacağım. Siz o PDF işləyərsiniz. Çünki burada keçməli hissələr var. Bizdə nə qaldı? Bizdə qaldı çıxma, bir də qaldı qüvvətlər. 2 dərs. O burada qarışıqdır da. Gələk onun içində seçib yazasan. Belə eləyək. Mən sizə PDF ataram. Siz o PDF işləyərsiniz. Cavabları mənə atar. Bugün mənə kim cavablar atmadı? Testin cavablarını kim atmadı? Mən atmışdım. Şəxsinizdə də Şəxsidə bəli, hə. Amma məlumatım yenə də deyirəm uşaqlar, bax çoxunuz götürüb variantlar atırsınız mənə. 1A, 2B, 3C yox, onu mən qəbul eləmirəm. Həllini edin. Harda yazırsınız? Variantları bəlkə kitabın arxasına köçürürsünüz. Nə bilim, həllini yazın da. Mən görüm ki, siz onu necə həll eləmisiniz. Cavablar onsuz da arxada var da, köçürərəm, ataram da ora. Həllini atın. Bir də çalışın dərs günümüzün ən azından 8-ə qədər atın ki, mən onu oturum yoxlaya bilim. Hamımız da 8 tamamı gözləməyin. Kim özüm 8-dən 9-a 1 saata mən onu çatdırıb yoxlaya bilmirəm. Kim nə qədər tez qutarsa, onda atsın ki, mən onu dərsim. Məsələn, elə uşaq var ki, mən onu hələ yoxlaya bilməmişəm. İndi onu yoxlayacağam, görüm hələ kim nə yazır. Aydındır. Bəli. Sağollaşırıq. Sağ olun. Sağ olun, gecəniz xeyrə qalsın. Sağ olun. Dərsin videosunu olun. mən atıram sizə. Siz ona niyə baxmırsınız bu arada? Mən baxıram ona. Baxacağım. Sağ olun uşaqlar.